Son illərdə ölkəmizdə könüllü tibbi sığortaya müraciət edənlərin sayı artıb. Azərbaycan Sığortaçılar Assosiasiyası yanında Araşdırma və İnkişaf Mərkəzinin direktoru Pərviz Quliyevin sözlərinə görə, könüllü tibbi sığortadan əvvəllər daha çox korporativ şirkətlər istifadə edirdisə, artıq son illərdə bu layihə fərdi şəxslərə də təklif edilir. Bəs maraqlıdır, könüllü tibbi sığorta nədir və özündə nələrə ehtiva eləyir? Qurum rəsmisi bildirib ki, könüllü tibbi sığorta şəxsi olmasına baxmayaraq qeyri-həyat sığorta sinifinə aiddir və bir çox üstünlükləri var. Bunu şirkətlər fərqli paketlərdə təqdim edirlər. Bu da təxminən paketdən asılı olaraq dəyişə bilər. 400 manata, 500 manata, 600 manata və daha çox ola bilər. Burada da təbii ki, həmin o paketlərin çərçivəsində verilən sığorta təminatları, yəni nə qədər daha əlavə sığorta xidmətləri orada olacaqsa və onlarla bağlı xidmətlərin sayı, çeşidləri nə qədər çoxdursa, bu deməkdir ki, həmin deməli paketin sığorta haqqı da qalxacaqdır, yəni daha çox olacaqdır. Əsas üstünlük isə ondan ibarətdir ki, könüllü tibbi sığorta olunan vətəndaş istənilən vaxt növbə gözləmədən müəyyən özəl klinikalarda istədiyi həkimi seçə bilər. Qurum rəsmisi həmçinin bildirdi ki, könüllü tibbi sığortaya müraciət zamanı vətəndaşlara ödənişlərlə bağlı bir sıra güzəştlərin tətbiq edilməsi də mümkündür. Bu, təbii ki, şirkət olaraq fərdi yanaşmadır. Burada 2 dəfəyə də ödəniş ola bilər, 3 dəfəyə də ola bilər, 4 dəfəyə də və yaxud da ki, aylıq ödənişlər çərçivəsində aparıla bilər. Bunun üçün təbii ki, sığorta şirkəti ilə müştəri arasında bir etibar, inam olmalıdır. Çünki əgər müştərilərin sayı çox olduğunda və belə ödənişlər, hansı ki, hissələrlə ödənilir, bunların da sayı çox olduğunda artıq bunun idarə olunması maliyyə menecmenti tərəfindən biraz çətinlik törədə bilər. Ona görə də bu kimi hallar sığorta şirkətinin fərdi, daxili maliyyə siyasətinə bağlı bir məsələdir ki, onu bir dəfəlik ödəniş edəcəkdir və yaxud hissələrini. Qeyd eləyək ki, könüllü tibbi sığortanın xidmətlər zərfinə ağır cərrahi əməliyyatlar daxil deyil. Onu da qeyd eləyək ki, artıq 4 ildir ki, ölkəmizdə icbari tibbi sığorta tətbiq edilir və zaman keçdikcə bu sığortanın əhatə etdiyi tibbi xidmətlərin sayı artırılır.